Dövlət proqramının 2025-2027-ci illər üzrə təfsilatlı tədbirlər planına əsasən görülmüş işlərin nəticəsi olaraq Babək rayonu Nehrəm və Cəhri qəsəbələri, eləcə də Babək və Şahbuz şəhərlərində sadə tipli açıq hava idman qurğuları istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Babək rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov və Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayevin iştirakı ilə yeni istifadəyə verilən açıq hava idman qurğularının təqdimatı baş tutub. Tədbirlər zamanı çıxış edən rəsmilər vətəndaşların sağlamlığının qorunması, gənclərin fiziki inkişafı baxımından bu cür infrastruktur layihələrinin əhəmiyyətini vurğulayıb, idman alətlərindən səmərəli və məqsədyönlü istifadənin vacibliyini qeyd ediblər. Yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub. Biz də sevinirik ki, uşaqlar da sevinirik ki, belə bir avadanlıqların quraşdırılması, uşaqların zərərli vərişlərdən uzaq durulması sevindirici haldır hər birimiz üçün. Biz boş vaxtımızı gəlib burada keçiririk və buranı düzəldənlərdən təşəkkür edirəm. Və öz məktəbdə çox boş vaxtlarımız olanda dostlarımızla gəlirik bura. Biz həmişə məktəbdən çıxıb burada gəlib boş vaxtlarımızda məşq edirik, uşaqlarla oynayırıq. Buranın yaradıcısı sağ olsun. Dövlət proqramına uyğun olaraq sadə tipli açıq hava idman qurğularının istifadəyə verilməsi prosesi Muxtar Respublikanın bütün rayonlarını əhatə edəcək. Sahil Əliyev, Tərlan İbrahimova, İlqar Məmmədov, NTV Xəbər.